Niyə Azərbaycanda Teslanı o qədər də sevmirlər? Bugün bu sualın cavabını tapmağa çalışacağıq. Bu Tesla 3-cü model və onun sahibi Elnurla xoş gördük. Bayaq görüşməmişik. Elnur, əvvəlki maşınların nə idi? Əvvəl elə çəkiliş aparmışdı Chevrolet Volt. Chevrolet Volt'un videosu da var. Elnur'u bəlkə də oradan tanıyırsınız artıq. Çox gözəl maşındır. Bir sir açın sizin üçün. Mən bunu bilmirdim. İndi mənə dedi. Dedi ki, Tupak'ı bu maşında öldürüblər. Yəni maşın güllə deşikləri ilə gəlmişdi. Bəlkə də burada köhnə şəkildə qoya bilərik də. Bunlar çox ideal vəziyyətdədir. O vurulmuş maşındansa güllələnmiş maşın daha yaxşı. Aha, birinci life hack. Güllə dəymiş maşındansa yəni bağlamaq rahatdır da. Baterka zədəsi ilə gələnlər olur. Necə ki, baterka məsələn bardiyora vurublar. Onu çox adam bilmir. Anti-corrosion, altdan zərbə ilə. Orada görürsünüzsə, odursa, onda onu almayın. Çünki baş ağrısı çoxdur. Gedişi nə qədər olub, yürüşü? Alanda 140 min idi, indi 175 minə yaxın var. Neçənci ilin maşınıdır? 22-dir və xeyli sürmüşdür. Yəni cəmi 3-4 ilin maşınıdır və bu vaxt ərzində 175 min kilometr də az deyil. Deməli, maşın bir xeyli sürülən maşın olub. Amerikada böyük ölkədir deyə çox sürülüb. Amerikada o kilometr heç nədir. Bu maşının dizaynı sevə bilmirəm. Diniyində bəzi səhvlər var idi. Aha, dünən problem yoxdur. Sual elə qoymamışdı. Tesla niyə bəyənmir bizim zaman? Bizim Tesla cəmi bəyənir, elektrik maşını bəyənmir bizim zaman. Ətrafımda çox az adam Tesla sürür. Çünki sən necə deyim? Mən pis qurladı, kasıb qurladı. Müşahidən çox sayılır. Azərbaycanda hal-hazırda bir də ən çox model olaraq, marka olaraq elektrik maşın Tesla'dır. 500 ədəd elektrik maşın yoxdur, ikinci bir marka Tesla'dan başqa. Volkswagen götürsək bəlkə 500-ü keçib. ID-lər 300-400 ədəd olar. Hə. Mən də bəyənmirəm, bəyənmədiyim şey nədir? Məsələn, maşının qabaq hissəsi ördək burun olmasıdır. Ördək burun deyəndə əsas bunun buferlə bağlıdır. Buferin tərzi gəlir, dik gəlir, sonra aşağı gedir. Bu ördək burun tərzidir. İnsanlar bunu bəyənmir, Model Y-də daha eybəcər görsəlir. Amma Model 3 Highland Running Restyle oldu və o düzəldi. Bufer də düzəldi, farı da biraz da dəyişdi. Maşın daha biraz necə deyim, iti görsənir. Ümumiyyətlə bu gözəlliklə bağlı biraz mübahisələr düzgün deyil. Çünki sən bunu bəyənirsən, mən bunu bəyənirəm. Bu avtomobili işə salmaq üçün burada nə start stop var, nə bir şey var. Minəndən sonra nə edirlər? Ayağı qoysan tormoza. Tormoza qoyuram bu dəqiqə. Bu kartı qoyuruq bura, amma maşın telefonla da idarə etmək olur. Avtomobilin range'i nə qədərdir? Avtomobilin zavoddan nə qədər deyilir? Yəni istehsalçının dediyi və real nə qədərdir? Standart plus paketdir bu. Bunlar 430 km verir. Orta komplektasiya ən aşağı ucuz komplektasiya. Birinci komplektasiya. 400 verir. 400 verir. Amma şəhər içi belə. Yəni sürüşü açdı. Mən bunu elə sürərəm ki, 500 km getsin. Digər maşınlardan daha çox real nəticəni verir. Hansı illərdən sonra Teslanı bu baxımdan almaq məsləhətdir? 21-dən sonra. Hə, bax avtomobilin də həmin o bəyənmədiyim salon budur. Dünyanın ən minimalistik salonu tarixdə bəlkə də bu maşında olub, elə əvvəldən. Sonra bir çoxları başladılar Tesla dizaynı, nə bilim Tesla monitor falan eləmək. Hani bunun Rusnoyu, hani bunun Skorustu. Bir tərəfdən narahatlıq ki, daha çox şey mən bura girməliyəm, eləməliyəm. Bax budur. Mən də razıyam. Ən narahat edici bir şey odur. Monitorda çox şey var. Məsələn, klimanı daha doğrusu kondisioner qoşmaq istəyirsən, indi gəlib burada bir əlləşəsən orada biraz. Əlləşəsən, rejimdə dəyişəsən, nə bilim. Və belə, hə. Patpresiz necə tərləyir, onu qoşasan və s. Yəni bunların məqsədi odur ki, bu maşın acı avtopilot olsun. Çünki o fabrikat bir model buraxdı bilirsiniz. Ümumiyyətlə sükan da yoxdur, orada pedal da yoxdur. Yəni getdikcə insanlar ona vərdiş elətdirmək üçün. Yəni Elon Musk'ın da ideyası o idi ki, robotlaşdırmaq hər şeyi. Robotlaşsın. İnsan zövqü ondan alır da. Yəni bir maşın sürməkdə insan zövq almaq istəyir. Tam avtopilot olandan sonra sürücü zövqü var, bir dənə düymə olacaq. Yandırır, hara gedirsən soruşacaq. Deyirsən ki, evə. O sənin artıq evin harda yerləşməyini bilir, marşrut da hansı, harda. O funksiyalar var, yəni bu maşında da var. O əlavə indi aylıq icarəyə keçirdiblər, əvvəl satırdılar. Yəni o əgər avtopilot istəyirsənsə, abunəlik alacaqsan. Alırsan sürüdə, nə məcburdur sükanı bir dəfəlik götür ya da pedalları götür. Bunun rekuperasiya məsələsinə toxunmadaq. Rekuperasiya necədir? Rekuperasiya ən yaxşı elə biri Tesla'dadır. Düz aşağı getsəz, daha yaxşı verəcək. Yəni o mənada rekuperasiya sırf. Həm də rekuperasiyanın səviyyəsi var da, biraz daha yuxarı. Bunda yoxdur, bunda ideal. Ya bir dəfə qoyursan rekuperasiyanı. İndi maraqlıdır ki, bu rekuperasiya ilə bağlı Tesla nə edib? Burada o rejimi ləğv etmək rejimini ləğv etmək. Yəni mən rekuperasiyanı sürmək istəmirəm. Ha, söndürmək olur mu artıq? Yox, bunu söndürmək olmur. Orada söndürmək olur. İstəsələr bunu bərpa edə bilərlər yenilənməklə, amma onu bilərəkdən edəmirlər. Sanki elə bir ki, biz bunu sataq təzə model alaq kimi. Yəni o cür məna çıxır. O ruhsuzlaşdırıb maşını. Elədir. Elə bir ki, o köhnə maşınların dizaynında var, aynən əvvəl. Onların ruhu var. Məsələn, elə bir ki, özünə məxsus BMW-nin özünə məxsus paneli, Mercedes-in özünə məxsus. Sən o xarakteri bəyənə də bilərsən, BMW. Adam var ki, BMW də onun üçün ideal. Adam var ki, Mercedes, adam var ki, Toyota xoşlayır. Toyota'nı xoşlayan varsa.
Plastikdir. Plastikdir, amma yumşaqdır nisbətən, lap da taxta deyil. Hə, biraz Bu da yumşaq plastik, yumşaqdır. yumşaq. Alcantara var. Alcantara da var zavoddan. Dəridir. Buralar artıq aydın məsələdir. Buralar da biraz dəri ilə işləmədir. Rahatlıq baxımından burada böyük seksiyalar var. Doldurmuşuq. Ənənəvi olaraq 2 ədəd stəkan, burada bir dənə də böyük yer. Yəni yerlər var. Var da çox da var. Şarjlar varmı burada? Var. Var. İşləyir, wireless şarjlar var. Əla, əla şarjlar var. Amma bu dəqiqə ən müasir maşınlarda belə bilirsən ucuz komplektasiyalarda yer var, amma şarjının özü yoxdur. Elə şey çox gübəli var orada. Hə, var da çox yoxdur demək. Var da çox var. Kodla özüm koda qoymuşam. Kod basırıq. Var da çox kodda da kişi. Özüm qoymuşam. Belə funksiyalar çoxdur koddaşma. Maşın məsəl üçün koda qoyursan 110-dan artıq sürə bilməsin. Bəs kiməsə versən etibar eləmirsən. Bir də ailələr var ki, orada məsələn ata oğula verir, amma qorxur ki, oğul məsələn möhkəm sürər. Biz zarafat deyirik, amma yaxşı funksiyadır. Xidməti necə olmalıdır? Görülməlidir nəsə bir xidmət? Xidməti yoxdur maşının. Yeganə maşındır ki, bu maşında necə deyək, reduktor yağı dəyişilmir. Toyunda da bir stol usta olmayacaq. Üstünlüyü də deyə, yəni reduktor yağı digər elektrik maşınlarda 50-60 min kilometrdə dəyişilir. Bu maşında dəyişilmir. Ehtiyac yoxdur. Əslində dəyişilməlidir, fiziki baxanda. Bəli. Heç olsa 200 mindən bir dəyişilməlidir. Yağ keyfiyyətini itirir getdikcə. 200 min, məndə bundan əvvəlki model 270 min gedib, o maşında dəyişilməmişdi. 8 ilin maşını 270 min gedib dəyişilməmişdi. Maşında ideal nəticə verirdi, yəni. Bayaq bəyənmədiyim şeyləri dedim. Amma görürəm ki, bunun funksiyaları doğrudan da çoxdur. İstifadə edə bilirsən. O necə ki deyirlər ki, iPhone-un mən nəyinə verirəm, istifadə etmirəm. Problem səndədir də, sənə çox funksiya verir. Sən istifadə etmirsən. Maşın bütün hər şeyi qeydə alır, yəni 4 kamerası qeydə alır daimi. Bu Çinlilərdə də var, amma premium maşınlarda həsən olur. Məsələn, daha biraz bahalı maşınlarda var. Yəni bir sentri modu var, təhlükəsizlik modu. Kimsə maşına girmək istəyər, ya oğurluq eləmək istəyər, nəsə bir yaxud da sürtər gedər, xəbərin olmaz. Əgər o modu aktiv qoyursansa, hər şey qeydə alır. Elektrik maşın fikirləşirsə, bu Tesla istənilən halda ya bir nömrədir. Bunun başqa səbəbləri də var. Ən optimal seçim deyirsən. Çünki başımın ikinci əl ehtiyacı necə deyirlər, ən aktual mövzu. Çinli maşınlar deyirlər, ikinci zapsası var. İkinci əli yoxdur demək olar. Yalan söhbətdir. Var amma bir bazara bağlıdır Çindən gələcək. Amma bu Tesla elə maşındır ki, dünyanın hər yerində var. Bir Şimali Koreyada yoxdur yəni. Yəni həqiqətən dünyanın hər yerində bu maşın var. Özündə var, bir nəfər də var orada. Yəni dünya Çində istehsal olunan bir zavodu da var deyə. Həm orijinal, həm ehtiyat, akıllısı olsun, dublikat olsun, bütün bu dəqiqə Azərbaycanda gətirən var. Çoxdur gətirən və qiymətlər çox yaxşı. Priusdan sonra ikinci maşındır ki, deyə bilərik. Bir ayda zat kimi necə ki, zapsası var ya, ən çox ehtiyat hissəsi olan maşınlardan biri artıq. Ön şüşə, təzəsi, üstdən çıxmağı yox. Təzəsi gətirirlər 500 manat. Bəlkə daha aşağıdır. Hətta daha da aşağıdır. Allah, Elon Musk'ın Azərbaycanda nümayəndəliyi olsaydı, rəhbəri sən almalısan. Yox, o qədər anlasan. Mən yəni birbaşa qovardım belə rəhbərlikdən Musk. Elon Musk'ın özünə yəni bəyənmirsən. Qaldıran, Tesla'nı batıran da elə Musk. Kim deyir ki, keyfiyyətli gamer aksesuarları baha olmalıdır? Məsələn, əlimdə maraqlı bir gaming mouse var. IO Nova SE. Qiyməti təxminən 60-70 manatdır. Amma xüsusiyyətlərinə görə bu qiymətə görə kifayət qədər iddialı mousedur. Daxilində Pixart 3311 sensoru var. Bu sensor gaming segmentində yaxşı tanınır. Sıçan 3 üsulla qoşula bilir. 2.4 GHz ilə, Bluetooth 5.0 ilə və ya kabel ilə. Çəkisi cəmi 55 qramdır. Forması simmetrikdir. Buna görə də müxtəlif əl tutuşlara uyğun gəlir. Daxilində sürətli Huano klikerləri quraşdırılır. Maksimal DPI 12000-dir. Batareya isə bir şarjla 35-40 saat oynamağa imkan verir. Bir sözlə, büdcəli gaming sıçanlar arasında maraqlı variant IO Nova SE. Avtomobilin bagajı bilirəm ki, düymə ilə də açılır, içəridən də açılır yəqin ki. Hətta yenilərdə artıq onu kamera sizi görür deyə, yəni ayaqla yaxınlaşdırırsan. Bu yenilərdə var, bunda yoxdur. Yetəri qədər dərin bagajı var. Çox dərindir, qatlanır hətta oturacaqlar. Şarj məsələsi digər maşınlara baxanda bunun şarj sistemi nə ilə fərqlənir? Bu maşını Amerikadan gələnlərdir deyə bunun şarj portu Azərbaycanda demələr yoxdur. İndi 1-2 instansiya qoyub. Nədir onun adı? NACS gedir bunlarda. Amerika standardı, Tesla'da NACS gedir. CCS-ə qoşmaq üçün çevirici var. Ucuzdur, 150 manat ala bilirsiniz. Qoşursunuz. İstənilən bir şarj CCS-lərin çoxu da boş olur. GBT-lər özü görsə, pluginlər yorar, işğal edir. O ayrı bir mövzudur, vəbşi danışılası deyil. Neçə saata şarj edirsən? Yarım saatda tam doluyor maşın.
evdə yoxsa bu sürətli şarjlarda? Stansiyada yarım saata tam dolu. Amma evdə yer də tapmışam artıq. Yəni 10 saat, 12 saat. Bina evində qalırsan. Bina evində qalıram, amma qaraj tapmalıyam məcbur ki, qoya bilim. Amma qoyuram, rahat da dolur 12 saat. Gəlirəm, artıq maşın hazırdır 100%. Yəni deməsən ki, taksi üçün də sərf eləyir bu maşın. Çox yaxşıdır, taksidə sürülənlər var, taksidə çox yaxşıdır. Yəni bu qiymət segmentdə həqiqətən də nə qiymət qoyaq bu maşına? Maşına görə çox enlikdir. Realda bu dəqiqə bax. Hal-hazırda 25 min manata təmirli gəlir maşına. 25-30 min manata. Oturur tam hazır. Bəli, Yəni bəli. təzə BYD Destroyer qiymətinə və ya Chang'an 05-in qiymətinə çox yaxşı vəziyyət. Yəni siz daha sürətli və daha çox böyük şarj qənaətinə malik olan bir maşın alacaqsınız. Funksiyaları daha çox texnoloji və müqayisə olması ehtiyat hissələri daha çox tez tapılan, daha münasib qiymətlərə tapacağınız maşın. Markasının adı bəsdir, yəni Tesla'nın. Premium, biraz daha imici baxımından da daha yaxşı bir avtomobil alacaqsınız. Deyim ki, bu maşının altı onlardan daha alçaqdır, var elə bir şey? Yox, alçaq deyil, çox da, normaldır. Mən vurmuşam altında, çünki mən yolsuzluq yerlərinə sürəm daha çox. Amma heç bir problem yaratmıyor. Sürmüşəm. Xüsusən də bu baterikalar... Altına baxmırsan deyə hələ xəbərin yoxdur deyə deyirsən, heç bir problem yoxdur. Qorxuram altına baxmağa. Yaxşıdır, yəni çox belə narahat eləmir. Çin maşınların bir çoxlarından şikayət edirlər ki, ay Allah, akkumulyatorlar altda açıqdır, nəsə bir balaca su olsa, nəsə dəyilsə, daş dəyilsə. Amma fərqi odur, o Çin maşınlarını görmüşəm, həqiqətən də zəifdir izolyasiyası. Xüsusən pluginlərdə çox zəifdir. Qəzaların da çoxuna baxsaq pluginlərdə də olubdur içində. İndi mən pisləmək kimi deyə demirəm. İstəyirsən, narahat olma, davam elə. Yəni izolyasiya nə qədər yaxşı olsa, yaxşıdır, çünki çox təhlükəli bir şeydir. Teslalarda necə də vəziyyət orada? Çox yaxşıdır. Qışda falan su ilə sürürsən, problem yoxdur. Suya yeyirsən, altında vur, amma çox ciddi vurmayasan, problem yoxdur. Xüsusilə elektrik baterika olmalıdır. Ümumiyyətlə həyatda gedə altını durmayasan. Pis tərəfində birini də deyim. Maşın jostku maşındır bunlar. Sərt maşın. Sərt maşındır. Bu modeli sərtdir. S modelləri çox gözəldir. Premiumdur, həqiqətən premiumdur. Yəni bir Mercedes komfortu var. Amma bu modeldə siz bir Hyundai komfortu alacaqsınız. Deyirəm ki, hə, elə bir ki, premium maşın sürürsən, amma askısı Hyundai-ın yumşaqlığındandır. Biraz sürüm. Sürək, evet. Olar? Sürüm. Adi benzin maşınındakı tormozu buraxdın, getmək yoxdur. Bu rejimi ləğv eləmək olur, amma bunda sadəcə qoymurlar. Sadəcə bunu eləyə bilərlər, amma eləmirlər. Sonuncu modellərdə yoxdur. Highland modeldə onu ləğv edə bilirsən. Bu rejim əslində şəhərdə çox rahatdır idarə etmək. Ancaq bir pedal sadəcə basırsan. qazı buraxdın və maşın tam dayandı. Əslində şəhərdə yaxşıdır, uzaq yolda adamı yora bilər. Uzaq yolda daim ayağın o basma sən bir onda da avtopilotu qoyursan, idarə edirsən. Ha, o da var da, uzaq yolda da avtopilotu verirsən, gedir də. Amma 25 minlik maşın sürürüksə, burada belə premium komfort da gözləmək düzgün yox. Yəni və bütün bu digər müsbətlərin qarşılığında bunu məncə bağışlamaq olar da. Nəysə biz deməmişik, yadımızdan çıxıb ola bilər, nəzərimizdən çıxıb. Başqa mənfi cəhətləri varsa sürənlər desinlər, zəhmət olmasa sürənlərin fikri həmişə daha da çox maraqlıdır. Təbii ki, sürməyənlər yazacaq həmişə. Sürməyənlər həmişə daha çox yazır, çünki onların öz müəyyən stereotipləri var. Yəqin ki, içimizdə olan elektrik maşınlara qarşı hələ də qorxu, biz onu aşmalıyıq vaxt getdikcə. Aşmalıyıq onu. Çünki hələ də bir dəqiqə niyə görə pluginlər çox sevilir? Çünki orada benzin də var. Hər ehtimala yolda qalmayım. Nə qədər olmasa elektrik hissəsi işləməsə belə, problem olsa mən benzinimi töküb sürə bilərəm. Amma bir dəfə elektrik sahibi olandan sonra o adamların hamısı İlnur daxili, hamısı kimi tanıyıram, kimin videolarına baxmışam, kimi danışdırmışam, hamı deyir ki, ay qardaş, elektrik sürəndən sonra sən istəməsən qayıtmaq benzinə. Bir mənalı, yəni heç plugini qayıtmaq. Heç plugini qayıtmaq istəməsən. Bir də ki, bizdə şəbəkələr də artıq genişlənir və kimdir. Bizim ölkə də balacadır. Gedib gəlmək 400 km başı, bu başda 400 km. Yəni stansiyalar var. Başqa seçimlər var. Yaxşı olar ki, fərqi yoxdur, plugin ya elektrik olsun, ev şəraitin olsun ya qaraj şəraitin tam rahatçılıq olsun. Sizin evdə şarj etməyə yeriniz yoxdursa, yenə də daha çox Tesla almağınız məsələn. Mən bunu o yürüyüşü verir. Baxırıq, görürük ki, stansiyada gözləyənlər onlardır. Elektrik deyil. Bilmədən tərsiz olmalıdır. Normalda biz deyirik elektriklər gözləyir. Yox, elə deyil. Elektrik demək olar gözləmir. Gözləyirsə yarım saata tam dolu. Növbəsini çox az görür. Çünki elektrik maşını bəlkə azdır, onun o da təsiri var. Niyə pluginlər çox gözləyir? Çünki onların yeri yoxdur. Onlar çox böyük səhv ediblər. Dünyada belə bir təcrübə yoxdur ki, yəni plug-in maşın stansiyada şarj edəsin. Çünki yolda qalıb. Yolda qalmır. Baxın, nəsədə orada da benzini var, davam edə bilər. Və çox qiyməti də bahadır. Yəni baxanda harasa bir
Onlar bir 50-100 km məsafə gedəcəklər. Onun üçün də bir 5 manat pul ödəyirlər. 5 manat da elə benzinlə töksə həmin məsafəni gedir. Wagen hibridləri sürənlər də səhv çıxartdı. Ya 1 saat planını gözləyirsən, 1 saatda özünü şarj edirsən, 2 saat vaxtından gedir. Bu 2 saatı niyə itirəsən? İnsanın ən dəyərli vaxtıdır. Bu qiymət segmentindən bu yürüşü verən avtomobil müqayisə ilə axtarsaz, yox olmayacaq belə bir avtomobil. İkinci elektrik bu qiymətə, bu cür yürüşü verən elektrik maşın bu dəqiqə Azərbaycanda olmayacaq. Çinlilər var, amma Çinlilər də tutmur da bazarı. Yəni belə gəlir ucuz maşınlar var Çinlilər. Sadəcə Tesla deyir də. Hansı? Məsələn, Geely'nin bir modeli var, Çində çox satıbdı. Adı G10 gedir. Bir geometri var idi və sən geometri bəli. Onun yeni nəslidir, amma kiçik maşındır da. Yəni Tesla deyil, fərqi ordadır. Destroyer C5 yoxdur. Onun elektriki də var. Həmin Kuzanın elektriki var. Heç kim gətirmir onu. Niyə? Yəqin baha çıxır. Yəni təzəsi gəlir çıxır bizə 30 min manata götürür də vergi daxil. Yenə də yaxşı qiymətdir. Yəni amma bir Tesla deyil də, nə fərqi odadır. Bir marka deyil. Ona görə fərqi odadır. Çox sağ ol. Bu gün məni inandırmağa çalışdın ki, Tesla kimi maşın yoxdur. Teslanı bəyənməmək olmaz. Mən dizaynı yenə də bəyənmirəm. Xüsusilə ön hissəsi və həddən artıq minimalist salonu bəyənmirəm. Qalan məsələlərin hamısında səndən razıyam. Hələ bilmədik ki, sizdən nəyi bəyənirsən. Siz nə fikirləşirsiniz? Hansı Teslanın tərəfdarısınız, yoxsa mən kimi düşünürsünüz? Elektromobil tərəfdarısınız, yoxsa plug-in hibridi? Onu da yazın. Əsas sual odur. Yenə də elektromobil alardınız yoxsa yox? Bunu da şərhlərdə yazın zəhmət olmasa.